Dəyərli ziyalımız Novruz Nəcəfoğlu yazır ki, əgər cismim qismət olsa torpağa, apar haqqım çatan yerdə dəfn elə. Xəlvət yerdə darxaram, elimin yolu izi ötən yerdə dəfn elə. O yerdə ki iməklədim, yeridim, o yerdə ki ayaq tutdum, yürüdüm, o yerdə ki əzizləndim, böyüdüm, uşaqlığım itən yerdə dəfn elə. O yerlərə üz qarası olmadım, qanqalın da çiçək kimi qoxladım, darxanda qucağında toxtadım, yamacında, bucağında dəfn elə. Tikan olub öz yurdumda bitim mən, əlim çatsın kolkosunu tutum mən, qoyma qürbət türbələrdə itim mən, doğmalarım yatan yerdə dəfn elə. Məndən sonra nə qəmə bat, nə dərdə, elim harda, obam harda, mən orada. El yolunda bir təpə var, bax orada, tərçəklər bitən yerdə dəfn elə. Uşaqlığım itən yerdə dəfn elə. Doğmalarım yatan yerdə dəfn elə. Doğmalarım yatan yerdə dəfn elə.